dizlərim gözünüzə girir. Hə? Siz də o şortikfoblardansınız. Şortikafob. Şortikafob. Cəmiyyətdə şortikafobiya var ya. Şortla bazara girərlər. Özü fikir verirsən o diskussiya aparan adamların çoxusu 45-50 plusdur. Şortla həyata düşərlər. Başda. Başlayaq da. Nə deyim ala? Salamlaş. Nə danışırıq bu? Nə isə uşaqlar. Yenə şey. Salamlaşaq. Bota dönür ya. Bota dönür. Salam. Arvad sözü yığışdırıla bilər. Azərbaycan qanun Kobud vericiliyindən sözü. arvad sözünün çalması təklif olunur. Qadın. Böyük qüvvədir. Qadın sözü necə gözəldir. Mən də onun tərəfdarıyam ki, ümumiyyətlə arvad sözünü mən heç vaxt başa düşmürəm. Arvad. Arvad kobud sözdür həqiqətən. Məncə zordur. Yəni Zordur, çıxardılsa dəstəkləyirəm. mən arvad sözünü Hə, bəyənmirəm. bir var xanım deyirsən. Xanım, qadın. Arvadımı apardım şeyə. Arvad elə bir Rayona. şey deyə belə. Qadın zordur. Məncə özü ki bu nə cürsə münasibətə də təsir Amma edir. xanım sözünü belə istifadə eləmirlər. Amma mənim xanımım. As olan. Niyə yox? Zordur. Mənim xanımım. Все da, yəni bu qədər. Qadın. Arvadım, evim, evdəkilər. Qadın. Mənim qadınım. Telefonda da danışırsa telefonda. Yeşidə döyüşən şey. Yox, sən bəzən şey yadıma düşdü. Bax belə qırağda bəzən görürsən ki, arvadım, ev, zad belə səslənir, amma təklikdə pişiyim, dovşanım. Evə gəlir arvadın. Evə gəlir arvadın dizində oturur. Yoldaşının çox uzun. Bu gün mən yolda Şey işte müdür mənə dedi ki, sən pis işləyirsən. Sən müdür. Söz. Özü get-gedə balacalaşır da kişi. Yataqda sərhədlər olmalıdır, yoxsa bispredel? Sərhəd bir dəqiqə üçün mən istəmirəm də ki, qız mənə. da bəzən olur da kimsə divanda şey, yatır. şey qoyuram ortadan belə əlavə adyal ki, mənə yapışma, mən tərləyirəm. Görək dayıçı nə danışır, maraqlı. Yataqda sərhədlər olmalıdır, yoxsa bispredel seks yaşayan? Беспредел? Это что за Беспредел? беспредел? Беспредел necə olur ki? Bespredel sən necədir? Qaqaşa. İstəyirsən sən Pavarovskaya başa sal. Hansı dərinliklərə gedə bilərik? Hansı dərinliklərə Yəni dərinliyin bir limiti var axı bizdə də. bilərik. Hansı bir dərinliyə gedə bilər? O bir limit uje sənə tanrı Yola tərəfindən çıxanlar verilir. şaxtyordur, başa düşmədim. Bu hansı dərinliyə gedir? Bu nə adamlar la? Mən şey başa salım. Qardaşım, eləmli ki. Qardaşın nayam. Bütün dərinlikləri görüb zat. Bespredel seks. Küçədə skuter sürən stage pozitiv görüntülər. Balansı necə saxlayır? Allah belə gedir. Qulaqları da mənim qulaqlarıma oxşayır. Allah bir ayağını qaldırdı. Gördün mü? Elə belə pozat da verir. Yalnız şirin amma. Əslində içində 50 yaşlı, 50 plus dayılar oturur. Bu hava ilə də olur da. Bank zad da, yığıb Əslində içəri içində gedir. pulları bu şeydir də. Belə gizlənir. İşte polis monta bilməsin. Risklidir amma sağlam solun görür. Brat, çox risklidir. Amma bunu da hamı görür də. Yəni bunu da vursan uje dayısan, nə bilim, maşın sürmələr. Yazdan başla bilinir. Spider-Man sifariş qəbul. Sifariş. Spider-Man sifariş qəbul olunur əlaqə. Qardaşın deyəsən bir dənə knopkası var. Gözlə bir dənə piyom yoxluyum. Tık 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 tık. YouTube-dan bir dənə fən öyrənib gəlib animator işlə. Jgut kimidir amma sən ya. Sənə deyim kostyum düzdür, biraz şeydir. Kostyum biraz yox, babat şeydir, yəni. A nə olar heç olmasa, nə olar heç olmasa normal naski ilə yala. Sür də elə. Sür də elə. Sür. Sür də tərəfə. Yox, niyə belə şey Çox eləyəsən? aşırı dərəcədə aqressiya var bəzi insanlarda. Yox, özü belə zorsan düş döydü onu. Bacarsan düş döy. Maşına niyə əzirsən ki? Mənim bir dənə tələbəm var idi. Məşqçi işləyən vaxtı. Adamlarla problemlərini bilsən necə həll edir? Bax belə məsələn yolda kimdənsə söhbət düşürdü, spor aşırdı. Deyir ki, uje metod tapmışdım. Danışırdım adamla ki, qardaş, falan vaxtda gedirik falan zala, ərcəkləri taxırıq qanuni şəkildə. Vuruşuruq, vur mənə şülküt elə, ya da mən də sənə şülküt eləyim, şey olsun. 3-4 dəfə elə dalaşıb. Məsələn, Allah haqqı rinqə zada çağırıb adamı. heç o zaman çəkişsiz Bir sonra da dostlaşmışıq adamla. Əməli başlı nömrəmizi zadı götürmüşük. bəs yaxşı çıxmısan tutaq ki, sənə belə çağırırlar ringə, gedərdin. İt kimi. Həvəs, Allah haqqı. Gör necə mədəni üsuldur da. Yəni onsuz da bu sporun axırı kimsə kiməsə vuracaq. Düşünən ki, qardaş, mən istəmirəm qanundan qırağa çıxım, gedək səninlə falan yerdə falan vaxtı dalaşaq. İndi yaxşı tutaq ki, bu
Qalikdəki qaqaş kaçokdur. Bu zərər çəkmiş isə O balaca fərqi boy, yox, 40 fərqi yox. yaşında bir kişidir. Onun fərqi yoxdur ki. Alınmır da qardaşım. Yaxşı, Bu onda onun getsinlər parametrlərinə uyğun. paddle oynasınlar. Classic nolik. Nə bilim, əl üstü. Məsələn, Həmin bir şey savunmağa. O nə təklif? Gedib bilyard oynayaq. Gedə bilyard oynayaq. Uduzan bizdə stres çıxartmaq üsulu yeyib içməkdir. Amma məsəl üçün bunu başqa üsulla eləsə, tutaq elə bayaqla məzənəri, paddle oynasa, getsə nə bilim dostu ilə futbol oynasa, fikir verirsən futboldan zaten sonra adam necə sakit olur. Hər Demək enerji qalmır axı. Enerji qalmır da, bəli. Amma sən təsəvvür elə ki, illərdə ancaq şey yığırsan içə, negativ. Bunu gəlib arada biraz meşok vursun, kaçka eləsən, nə bilim, zalda, ip at tutullansın, üssün, bu çıxır da. Bizdə isə yoxdur. Gündəlik nüjeli adam özünə 1 saat vaxtda ayıra bilər də, istəsə eləyə bilər. Amma gəlir telefonla oturur, televizora baxır. TikToka baxır, yemək yeyir, hə, Cəmatın oturdu. maşınını vurur. Elmara göndərib atmıram. Diqqət, şort ilə restoran ərazisinə giriş qəti qadağandır. Yenə ən sevdiyim mövzu. Hər il doğrudan da şort ilə bağlı nəsə olur. Bu lənətdir, Allah bizi lənətləyirlər. Bu niyə dayanmır ya? Yəni bu necə mümkündür? Adamlar əriməyib şort ilə bağlı şey çıxardıblar, yəni znak çıxardıblar. Amma orfoqrafik səhv də yoxdur. Murat, mən ümumiyyətlə fikirləşirəm ki, insanlar azad olmalıdır. Azad olmalıdır o həddə kimi ki, özgələrinin çərçivələrinə toxunmur. Doğrudan müdrik sözdür ya. Amma yenə də bir də göz mədəniyyəti var. İkinci tərəfdəki baxan tərəfə biçir. Yəni göz mədəniyyəti var. Baxdın, bəyənmirsən, üzvü çör. Bu çox rahatdır. Məsələn, məndə bir dəfə bir müddət əvvəl bir hadisə baş verib. Qızla küçədə gezdiyim momentdə ayağında şey vardı. Belə yubka, altından da tül kimi bir şey giymişdim. Kişilər? Yox, tül kimi bir şey. Bax, qaqaşda 3 nəfərdir, dayanıblar belə tində. Söhbət edir, qaqaş 15-20 metrədən hələ bir qızı datçıq kimi belə tutub, o belə baxa-baxa gəlir. Çata-çatda dedim ki, Murat, hara baxırsan? Belə hara baxıram ki? Deyirəm, görürəm də, niyə görə baxırsan qıza? Deyir ki, mən baxmıram heç yerə. Deyirəm, necə yəni baxmırsan? Mən görürəm, mən deyirəm, mən dəliyəm. Troll çıxarır başlayır. Yox, dostlarına deyirəm ki, görmədiniz, yəni bu baxırdı da. Deyir ki, yox, mən baxmırdım. Adam boynuna almır. Qaqaş axırda bilsən nədir? Allaha bütün ətimiz ki, qayıtdı ki, mən bu küçədən anam bacım keçir. Nə dəxli? Bundan əvvəlki video qaydanda da əslində üzr istəməli bir situasiya yaranmışdı. Bir dənə üzr istəyirəm, məsələn, həll eləyirdi. Yəni bir dənə üzr istəməməyin dərdindən adam həm maşını əzdi, həm özünü saldı. Bu dəqiqə ona iş verəcəklər də, çox güman ki. Çox belə problemlərdən danışdıq, hə? Sosial mövzular, həqiqətləri yalnız siz çatdırırsınız. Üzr istəmək barədə bir dənə hekayə danışım. Deməli, bir dənə məhəllədə qalıram. Orada məhəllə çox belə sıx tikilib, binalar bir-birinə yaxın tikilib və bir dənə dükan var. Dükanın qabağında bir dənə, iki dənə maşından çox parkovka eləyəndə, orada bildiyim probkayam. Yəni, səhər-səhər təsəvvür edir ki, mən parkovkadan yola çıxmaq üçün elə olurdu ki, 20 dəqiqə vaxt itirirdim. Qaqaşın biri gəlib, düz maşını elə saxlayıb ki, bütün hər yer iflic olub. Hamı düşüb qaqaşı gözləyir. Qaqaş düşdü, belə boruz-boruz gəldi maşına. Görür ha cəmaatı, hamı bunu görür. Gördü cəmaatı, belə gəldi, oturdu maşına. Cəmaat da düşüb üstünə. Neynirsən sən, qaqaş, burada niyə saxlamısan zadora bura? Nə olub, keçin də. Qaqaş belə bu boyda yer göstər, belə keçin də, başa düşdün. Yəni özünü niyə görə gicliyə qoymusan? Mən də gəlmişəm, qaqaşanca bir şey deyirəm, üzr istə. Üzr istə də, üzr istə. Qaqaşa o qədər dedim, bəlkə 10 dəfə dedim də. Qaqaş axırda belə, Allaha gör, müqəddəsliyə fırat, çıxartdı çörək belə. Bura çörək almağa girmişdim də. Allah üzr istə də. Allah haqqı çörəyə fırlatdı ki, yəni mənə deyməyin də, tipa mən müqəddəsəm. Afrikalı gənc adam viza uğrunda 81 yaşındakı xanımla evlənmək üçün buluşdu. Dəstəkləyirəm. Dəstəklə. Xala da sənə deyim şeydir ya. Şokolad sevir ha. Xala da şokoladı sevir, plus da ki, hələ də şeydir ya belə. Mans zarafatsız küçədə 100% oyuna rastlaşmışdı. Mən o şeyi başa düşə bilmirəm. Zənci keçir yanımızdan. Özünüzə elə aparırsınız ki, siz maksimalda tolerantsınız buna tərəf baxmırsınız. Baxmırsınız ki, birdən bu şey eləyər. Pis. Özü yanından keçəndən sonra özünə deyirsən ki, ayda mən necə bomba adamam buna bax. Mən necə multikulturalist biriz. Doğru, hamımız onu yaşayırıq. Görürəm ki, qabaqdan gəlir, baxma ona, baxma ona. Böyük özündən adamla evlənərsən, qadınla. Evlənərdim əgər münasibətdə olmasaydı. Münasibətdə olmasaydı. Yox, belə məsəl üçün 10 yaş böyüdürsən, amma çox yaxşıdır, baxımlıdır, gözü ağıllıdır. Olar da, niyə də yox? Məncə də.
Yəni O özü səni tezə robot gəlir. Gəlsən ki, mən səbiyəm, sən niyə görə bax? Ya belə qışqırırsan da belə oturursan. Bu bir dənə də sual. Hamıya option. O bu açılmış qadın mövzusu gözəl mövzudur da. İndi gəlin açıl. Sizcə toksiklik yaşla əlaqədardır yoxsa insanla? mən 20 yaşında da toksik adam görmüşəm, 30 yaşında da toksik. Yes, Yəni onun yes. heç bir adiyyət, yaşa heç Özü, bir adiyyət yox. insanın özü ilə. 100%. Bəli. Çox təcrübəli mujiklərlə oturmuşuq, gözəl söhbətlər edirik. Dünya bunu danışır. Övladlığa götürdükləri 12 yaşlı qız 37 yaşındaymış. Bu nədir la? Və bunun sənədləri necə düzəldirlər? Qadın özünü autizm xəstəsi kimi aparır və bir ailəyə sığınıb. Və sonra da məlum olub ki, əslində 37 yaşı var. Yatandan 14 ay Gel yalandan. pivə açır içində. Oturub xunada. Ay yo. Yəni 14 ay ancaq uşaq səsi ilə danışıb yalandan. TikToker sevər müğənni olur. Gəlmə qaranlıq gecələr. Bu müğənni deyil, bu müğdir. Amma sənə bir şey deyim. Hə. Adam işləyir də. İşləsin də. Tənbəl adam deyil. olsun. Mən fikir verirəm, hə, tənbəl adam deyil. Mən keçən dəfə nə fikirləşirəm? Bu görmüsən bax Michael Jackson zadı belə səhnəyə atırdılar, O bu eləsələr o katapulta kimi gəlib başqa planetə zada düşər, ya da cəmaatın içinə düşər, oradan pat. Azərbaycanın ən gözəl qızı seçilib. Bu sənin bəyəndiyin mövzudur. Bax. Ya burada bu arxadakılar da iştirakçılardır belə. Ya Mən bu biz şey- dünya yarışlarına zada baxırsan, vəbşi gəlirlər. Yox, mən Yamayka zada. Estoniya gəlirlər. Qızlara baxırsan hamısı sütun kimidir, özü heç nə yoxdur da. Sən elə bilirsən onlarda əməliyyat yoxdur. Çox Onlarda yüngül. sadəcə Allah çox bırak. belə professional şəkildə olunur. Brat, biz hiss Allah eləmirik. çox yüngül. Bizdə tələb təklifi yaradır. Bax bir Səncə- şey deyirəm. Bax bir dənə bir şey deyirəm. Bu çox möhtəşəm təsbitdir. Mən neçə illər məşqçi işləyirəm. Qızın çiyninə, qoluna baxanda artıq onun bədəninin necə olduğunu başa düşmək olur və dərisinin vəziyyətini başa düşmək olur. Bunun çiyinlərinə, qollarına bax hamısı kalbasa kimidir. Yəni, kalbasa kimi çiyini, qolu olan adamın da sifəti, dərisi normal ola bilməz. Ona görə də bunlar gəlirlər estetik edirlər. Amma əslində bunun hamısını qaydasına qoymaq olar. Düzgün yatmaqla, düzgün yeməklə. Burnunun formasını necə dəyişə bilərsən? Masajla burun forması qardaş, onsuz da burada estetik olan adam məncə yarışa çıxmalıdır. Allah bu nədir? Onda qoy qayda qoysunlar ki, ümumiyyətlə estetiksiz Miss Azərbaycan. Mən ümumiyyətlə belə yarışmaların təbiiliyinə inanmıram. Açıq düşünürəm ki, hamısı ya sponsorlu şəkildə baş tutur. Və sən dediyin söhbətdə məncə onda şey olmalıdır. Azərbaycanın ən estetiksiz gözəl qızı kommentarlərdə nə yazılır? yarışması olmalıdır. Gəlin etiraf edək ki, bundan da gözəl təbii qızlarımız var. Hə, kimə gedirsən? Adı nədir? İntiqam. İntiqama. Özün razısan? Bu razı, mən də razıyam. Mən də razıyam. Axıra kimi, ölənə kimi. Bu qızın başından bir tükəyisi yoxsa cavab verəcəksən? Niyə vermir? Bəs salam. Vəssalam. Yox, belə evlilik var, Yox, amma ya, belə bu deyir, məncə kimə sən gedirsən? bu- Belə sənin adın nədir? İntiqam. Mən intiqamla. Kimdənsə borca pul götürəndə hər ehtimal götürür video çəkir ki, bax mən səndən pul götürdüm. Adın hindi öyrəndi, o gülməlidir. Hə, kimə gedirsən? Adı nədir? İntiqam. Adın nədir? Də elə evlənirlər, zordur. Xanım o qədər gözləməkdən bezib ki, vecinə dedi, kim olur olsun. Bir şey olsa, siz polisdəsiniz. Mən bunu öldürməyə aparmıram ki, mən ailə qurmağa aparıram. Ver, elə bir generalni davernis verir. Al yenə animatör. O neydi lan? Animatorların hərəkəti uşaqları qorxutdu. Bağçadakı Oğlum, mən tədbir qorxdum. gündən oldu. Çox bu nə hərəkətdir? Qəsə uşaqsan, bağçaya gedirsən, deyirlər indi şey olacaq da, hə, bəs. Şou olacaq, animator gəlir. Başını çıxardı, başını çıxardı. Başsız başlayacaqsan. Uşaq da Doğrudan. Ya bu uşaqdır da. Bu uşaq bəlkə də inanmır. Başa düşmür ki, bunun içində insan var. Başa düşürsən, uşaq elə travmalı. O da deyirlər ki, uşağı niyə bağçaya qoymursunuz? Uşaqlar, çox sağ olun ki, bu videoya baxdınız. Zəhmət olmasa videonu like etməyi unutmayın. Kanala abunə olun, rəy yazın. Hilala mənə də Instagramda, YouTube'da follow. Videolar yollayın və follow edin. Çox sağ olun. Var olasınız. İşləriniz avan olsun.